Salam uşaqlar, bu günləri kimyadan şagirdlərimin mənə verdiyi bir sualın izahını sizinlə də paylaşacağım. Sual belədir: sulfat turşusunun molekulunda olan elektronlarının sayını A ilə işarə edir. Sulfat turşusunun formulu bu şəkildədir və bunun molekulunda olan elektronlarının sayını gəlin tapaq. 2 hidrogenin yaranmasında 2 elektron iştirak edir. Üstə gəlinsin, kükürdün yaranmasında 16 elektron, 4 oksigenin də yaranmasında 4 vurulsun 8, 32 elektron iştirak edir. Burada hesablasaq 50 olar. Deməli, sulfat turşusunun bir molekulunun yaranmasında 50 elektron iştirak etdi və bu A-nın qiymətidir. A-nın qiyməti 50-dir. İndi digər tərəfdən də deyir ki, rabitələrin əmələ gəlməsində iştirak edən elektronların sayı isə B ilə ifadə olunub. Gəlin biz sulfat turşusunun açıq formulunu yazaq. Biz burada görürük ki, 8 rabitənin əmələ gəlməsində 16 elektron iştirak edir. 8 vurulsun 2, 16 elektron iştirak edir. Bu da B-nin qiymətidir. Bizdə deyir ki, B bölünsün A-nın qiymətini hesablayın. B bölünsün A da bərabərdir. 16 bölünsün 50. Bu da 0,32-dir.